Hər birinizi xoş gördük. Bu dərsimdə mən sizə funksiyanın təyin oblastı və qiymətlər çoxluğunun tapılması ilə bağlı maraqlı bir test tapşırığının izahını verəcəm. Bu test tapşırığını mən canlı yayında bir dəfə izahını verirdim. Sadəcə şagirdlərdən soruşdum. Canlı yayında 200 nəfərdən çox izləyici var idi. Demək olar ki, heç kəs bu test tapşırığının doğru cavabını tapa bilmədi. Bu o demək deyil, onlar zəifdir. Sadəcə şagirdlərin bu şəkildə test tapşırığı işləmək vərdişləri yoxdur ona görə. Mən də qərar aldım ki, bunun bir çəkilişini edim, sizdən paylaşım. Test tapşırığı bu şəkildədir. Y bərabərdir fx funksiyası verilib. Bu funksiyanın qiymətlər cədvəli verilib. Deyir ki, bu verilənlərə əsasən funksiyanın bir təyin oblastını tapın. Təyin oblastı. İkinci, qiymətlər çoxluğu. Qiymətlər çoxluğu. İlk baxışdan bəli, biraz qeyri-adi görünə bilər, çətin görünə bilər. Demək olar ki, bunun izahını verəndən sonra əksəriyyət bunu başa düşəcək. Niyə? Çünki burada şagirdin, yenə deyirəm, bu şəkildə test işləmək bacarığı yoxdur. Yəni, çalışma işləmək bacarığı yoxdur deyə cavab verə bilmir. Toplu testlərində falan sırf bu formada test tapşırığı yoxdur. Bir daha sualı təkrarlayıram. Belə bir funksiya verilib. Deyir, təyin oblastını tap, qiymətlər çoxluğunu tap. Birinci biz başlayırıq təyin oblastı. Biz bilirik ki, təyin oblastı işarə edilir dy ilə yaxud da df ilə. dy bərabərdir. Əvvəla onu qeyd edək ki, açıq-aşkar görünür ki, funksiya cədvəl usulu ilə, cədvəl şəklində verilib. Aydın oldu. Bəzən buna cütlər usulu da deyilir. Funksiyanın təyin oblastı nədir? Argumentin, yəni x-in ala biləcəyi bütün qiymətlər funksiyanın təyin oblastı adlanır. Bax, funksiyanın təyin oblastının tərifinə görə tapılır. X-in, yəni argumentin ala biləcəyi bütün qiymətlərə funksiyanın təyin oblastı deyilir. Deməli, dy x-in ala biləcəyi qiymətlər. X hansı qiymətləri alır? 2, -4, 0, 3-də 1. Deməli, bu funksiyanın təyin oblastı budur. 2-dir, -4-dür, 0-dır, bir də 3-də 1. Yəni, sırf bu funksiya üçün. Daha sonra, qiymətlər çoxluq, y bərabər. Qiymətlər çoxluq da bilirik ki, işarə edilir y ilə. Qiymətlər çoxluq, qiymətlər oblast. Qiymətlər oblast nədir? Y-in ala biləcəyi qiymətlər. Y-in ala biləcəyi bütün qiymətlər funksiyanın qiymətlər çoxluğu və yaxud da qiymətlər oblastı adlanır. Funksiyanın qiymətlər oblastı hansıdır burada? Y-in ala biləcəyi. Yəni, hansıdır? 6-dır. Sonra 3-dür. 4 onda 5-dir. Və bir də -10. Deməli, bu funksiyanın təyin oblastı. Bu qiymətlər, x-in ala biləcəyi qiymətlər. Qiymətlər oblastı da, bax, bu qiymətlər olur.